Hörmətli izləyicilər, kanala abunə olub bəyənməyi etməyi unutmayın. Xəbər az təqdim edir. Aysun'u toyda qovmaq istəyiblər. Müğənni Aysun İsmailovanı bir həmkarı toy məclisindən qovmaq istəyib. Bu barədə prodüser Tarix Əliyev aparıcısı olduğu Tarixin bir günü verilişində danışıb. O bildirib ki, Aysun'u qovmaq istəyən şəxs illərdir sənətdədir. O gün Aysun məclisə gedib, illərdir sənətdə olan adam deyir ki, səni təqdim etmək istəmirəm. Özü də elə edir ki, səni bu toyda qovmayım. Həmin adamı çox istəyirəm. Ailənə özünə hörmətim var. Amma Aysun'un prodüseri mən olsaydım. Kimin hüququ olardı o sözü deməyə? Yaxşı deyil. Aysun mənə zəng etmişdi. O qədər küsüb ki, demirəm böyük sənəti var. Amma estrada müğənnisidir. Oxuyub sevilir də atasız uşaq saxlayır. Böyüdür. Niyə belə edirik?